Aprelin 30-nadək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, çimşək çaxacağı gözlənilir. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib. Qeyd olunub ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal edilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında aprelin 26 və 27-sində hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. 27-si axşamdan 29-dək arabir güclənəcək. Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin Meteo, Az rəsmi internet səhifəsi və Meteo, Az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib. O, həmçinin aprel ayının keçən dövründə ölkədə müşahidə edilən hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib. Aprel ayının ötən dövrü ərzində ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı, 4 gün isə normadan aşağı olub. Orta aylıq temperatur 4,9 dərəcə isti qeydə alınıb. Onun sözlərinə görə aprelin ötən dövrü ərzində ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvanda Culfa 31, 6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 35 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 5-də Şaxdağda 3, 2 dərəcə Şaxdağ, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6, 3 dərəcə isti olub. Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 6-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378% olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316% olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağad-leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb. 16 apreldə Böyük və Kiçik Qafqazın çaylarında ümumilikdə 17 sel hadisəsi qeydə alınıb. Mahmudov əlavə edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Mahmudov əlavə edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü xınalıqda 76 sm olub. Aprel ayının keçən günləri ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə edilib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 metr/saniyə, bölgələrdə isə 28 metr/saniyədək güclənib, xidmət rəisi qeyd edib.